Lənkəranda Xəzər dənizi ilə bağlı yaranan mənzərə müzakirələrə səbəb olub. Belə ki, dəniz suyunun çəkilməsi nəticəsində geniş meşə zolağının qalıqları üzə çıxıb. Məlumata görə, ərazi vaxtilə palıd meşəsi olub, ancaq Xəzərin səviyyəsi yüksəldiyindən həmin sahə su altında qalıb. Maraqlıdır, hazırda təhlükə kimi izlədiyimiz Xəzərin geri çəkilmə prosesi əslində özünün təbii sərhədlərinə qayıtmasıdır. Global.info.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev bildirib ki, Xəzər dənizinin tarixi dövrlərdə heç vaxt stabil sərhədləri olmayıb. O, rəqs edən bir su hövzəsidir. Son illər səviyyəsi hər il təxminən 20 sm azalır. 1930-1977-ci illərdə 3 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metr yüksəlib. 1996-cı ildən yenidən enmə prosesi davam edir. Proqnozlara əsasən 2090-cı ilədək səviyyənin 10-20 metr azalması mümkündür. Bu isə İpək yolu və regiondakı başqa nəqliyyat logistika layihələri üçün risklər yarada bilər. Xəzərin belə dəyişkənliyi onun dünya okeanı ilə əlaqəsinin olmaması və həcmcə nisbətən kiçik su hövzəsi olması ilə bağlıdır. Qlobal və regional iqlim dəyişiklikləri su balansına birbaşa təsir göstərir. Ekoloq əlavə edib ki, Xəzərin səviyyəsində davam edən enmə bir sıra problemlər yarada bilər. Azərbaycanın quru ərazisinin genişlənməsi ehtimalı var. Bu isə liman infrastrukturunun, sahilyanı yaşayış məntəqələrinin və sənaye obyektlərinin fəaliyyətinə təsir göstərə bilər. Mikroiqlim dəyişiklikləri, ekoloji və iqlim riskləri də mümkündür. Yağıntıların bölgə üzrə paylanmasına müəyyən təsirlər istisna edilmir. İqtisadiyyatın müxtəlif sahələri, gəmiçilik, balıqçılıq, turizm və başqa sahilyanı fəaliyyət növləri də bu prosesdən təsirlənə bilər. Buna görə də ölkə olaraq belə dəyişikliklərə hazır olmaq vacibdir.